Ona görə də deyirik ki, ən birinci bilmək lazımdır ki, Quranda mənası bilinməyən, mənası qapalı olan bir şey yoxdur. Əsla. Sifətlər mövzusunda bunun olması ümumiyyətlə mümkün deyildir. Niyə qardaşlar? Diqqətlə qulaq asın. Çünki bizlər uca Allahın sifətlərini tanımaqla onun əzəmətinə iman etmiş oluruq. Onun əzəmətinə biz necə iman edirik? Sifətləri vasitəsilə. Bizə xəbər verdiyi sifətləri vasitəsilə onun əzəmətini tanımış oluruq. Əzəmətini tanımış olmaqla ona iman etmiş oluruq. Biz onun sifətləri ilə ona ibadət edirik. Necə ki İmam Əhməd rahimehullah buyurur və İbn Battah rahimehullah da İbn Kubrada bunu nəql edir ki, İmam Əhməd nə buyurub? Biz Allaha onun sifətləri ilə ibadət edirik. Biz Allaha onun sifətlərini ibadət edirik. Yəni sifətləri tanımaq ilə Allaha ibadət edirik. Əgər o sifətlər də, Allahın xəbər verdiyi sifətlər də məna baxımından qapalıdırsa, o zaman onun əzəmətinə necə iman edək? O sifətlərlə ona necə ibadət edək? Sifətlər bizə tanıtdırır onun əzəmətini. Biz də əzəmətini bilib onun əzəmətinə iman edirik. Sifətlərlə ona ibadət edirik. Bunlar da qapalıdırsa, o zaman bizim hansı iman artımından söhbət gedə bilər? Bir örnək verək. Hansı ki bu örneği bundan qabaqki elmi rəddiyələrimizdə də çəkmişdik. Allah Subhanahu wa Taala Zümer surəsi 67-ci ayədə buyurur ki: "Və mə qaderullahi haqqa qadrihi vel ardu cemi'an qabdatuhu yawmal qiyamah ve's semawatu matwiyatun bi yeminihi." Subhanahu wa Taala amma yushrikun. Uca Allah buyurur ki, onlar Allahı layiqincə dəyərləndirmədilər. O isə yerlər bütövlüklə onun ovcunda olacaq qiyamət günü. Səmalar isə sağ əlində bükülmüş şəkildə olacaq. Allah Subhanahu wa Taala onların şərik qoşduqlarından uca və pak və nöqsansızdır. İndi ayəyə fikir verin. Bu ayə ümumilikdə bizə uca Allahın əzəmətindən danışır. Və bizə bu ayədə Allah Subhanahu wa Taala'nın əzəmətini bildirən əsas iki dənə vəsfidir. Birincisi, ayədə Allah buyurur ki, yerlər bütövlüklə Allah Subhanahu wa Taala'nın ovcunda olacaq. Yer o boyda əzəmətli bir məxluq. Nəhəng çəkisi ilə, nəhəng ölçüsü ilə, lakin rəzil şəkildə Allah Subhanahu wa Taala'nın ovcunda olacaq. Bu bizə Allah Subhanahu wa Taala'nın bunu başa düşməklə, Allah Subhanahu wa Taala'nın bu vəsfini, ovcunun olmasını bilməklə biz Allah Subhanahu wa Taala'nın əzəmətini tanımış oluruq. Necə bu boyda nəhəng bir məxluq Allah Subhanahu wa Taala'nın ovcunda olacaq qiyamət günü. Ayənin o bir hissəsi. Səmalar 7 qat səma var. Səmalar bükülmüş şəkildə sağ əlində olacaq. Səmalar bilirsiniz nədir? İbn Məsud radiyallahu anh nə deyir? 7 qat səma var. Hər səmaların arasında isə 500 illik məsafə var. Təsəvvür edin. Birinci səmanın o səma, ikinci səmanın arasında 500 il. 2 ilə 3-ün arasında 500 il. 3 ilə 4-ün arasında 500 il. Təsəvvür edin bu məxluq nə boyda əzəmətlidir. Necə qüdrətlidir. Nə boyda əraziyə, nə boyda gücə, qüvvətə sahibdir bu məxluq. Lakin rəzil şəkildə qiyamət günü Allah Subhanahu wa Taala'nın sağ əlində bükülmüş şəkildə olacaq. Məgər bu bizə Allah Subhanahu wa Taala'nın əzəmətini ifadə eləmir bu ayə? Biz bu ayəni bu cür başa düşməklə Allahın əzəmətinə iman etmiş olmuruqmu? Məgər bu elə ibadətlərin ən böyüyü deyilmi? Allahın əzəmətinə iman etmək ən böyük ibadətdir. Ən böyük ibadətdir. Və bizə bunu Allahın əzəmətini tanıtdıran bu ayədə əsas iki nəsbətidir. Qabd, onun ovcunun olması və sağ əlin olması. Amma yeni həmbələ gəldikdə isə, yeni həmbələ ayə münasibət necədir? Vel ardu cemi'an qabdatuhu. Yerlər qiyamət günü onun qabdında, ovcunda olacaq. Vallahi mən bilmirəm Allah Subhanahu wa Taala burada qabd dedikdə nə nəzərdə tutur? Bizə görə bunun mənası qapalıdır. Allah sir olaraq özündə saxlayıb. Və semawati matwiyatun bi yemini. Səmalar onun sağ əlində bükülmüş şəkildə olacaq. Bi yemini Allah sağ əli dedikdə nə nəzərdə tutur? Vallahi mən bilmirəm. Bunun mənası bizə qapalıdır. Belə olduğu halda ayənin mənasının sütununu təşkil edən əsas iki dənə kəlmənin mənasının qapalı olduğu halda, mənasının qapalı olduğunu deyirsənsə, o zaman sən bu ayədən nə başa düşürsən? Necə deyə bilərsən ki, bu ayə Allahın əzəmətini ifadə edir? Bundan sonra əgər sən bu ayənin əzəmətini ifadə etdiyini deyirsənsə, bu ayədən Allahın əzəmətini görüb ona iman edirsən, bu açıq-aydın yalandır. Allahın əzəmətini ifadə edən əsas iki kəlmənin mənasını, iki ləfzin mənasının qapalı olduğunu deyirsənsə, bundan sonra desən ki, bu ayədən biz Allah Subhanahu wa Taala əzəmətini görüb tanıyırıq, bu açıq-aydın yalandır və bu söz oyunundan başqa bir şey deyil. Bu insanın özünü aldatmasıdır və ona inananları aldatmasıdır. Sizlər kitab və sünnədə bu qəbildən olan sifətlərə rast gəldiyiniz zaman təşbih və təcsim vəsvəsəsinə düşüb, sonra da nəticə etibarı ilə ya təfvidə, ya da təvirə üst tutursunuzsa, bu sizin öz probleminizdir. Siz bu qəbildən olan bu xəbəri sifətləri oxuduqda xaliqi bir materiya olaraq beyninizdə təsəvvür edib, bir cisim olaraq beyninizdə təsəvvür edib, sonra da nəticə etibarı ya təfvidə, ya təvirə qaçırsa, bu sizin öz probleminizdir. Bizlər isə Rəbbimizin bu gözəl vəsiflərini oxuduğumuz zaman onları bənzətmirik. Onlar haqqında bir şey düşünmürük. Necə ki Allahın özünün misli yoxdur, onun haqqında xəbər verən şeylərin də misli yoxdur. Uca Allah, diqqət edin qardaşlar. Uca Allah hansı ləfslərlə özünü vəsf etməkdən razı qalıbsa, biz də onun özü üçün razı olduğu ləfslərdən razı qalıb onlarla onu vəsf edirik. Allah Subhanahu wa Taala özünü ovuz ilə vəsf edib. Niyə? Ovuzla vəsf edibsə, deməli o kəlmədən, o vəsfdən razıdır ki, özünü onunla vəsf edib və biz də ondan razı qalıb özünü vəsf etdiyi şeydən razı qalıb onunla onu vəsf edirik. Bir mənalı şəkildə deyirik ki, uca Allahın kitabında mənası qapalı olan bir şey yoxdur.